ötən gün marketdə bir izləyici məni saxlayıb, Səidə xanım, eşitdiniz? Günay Ağamalı dedi ki, uşaq pulu verilsə Azərbaycan kişisi işləməyəcək. Deyirəm, müəyyən qədər sözündə həqiqət var gerçəkdən də. Çünki mən görürəm sosial şəbəkələr üzərində uşaq pulu veriləcəkmi sualı soruşanların əksəriyyəti kişilər. Uşağı dünyaya gətirən, əziyyətini çəkən ana qalıb bir kənarda, ata deyir ki, uşaq pulu veriləcək. Mən bilirəm ki, dövlət uşaq pulu vermir. Mən dövlətdən yararlanmıram uşaq pulu məsələsində. Ona görə də zəhmət çəkirəm, yuxuma haram qatıram. Çünki başqa cür mümkün deyil ki. Övladı dünyaya gətirmişiksə, bu məsuliyyətini də hiss eləməli. Bir daha gələm ha üzərinə. Bu o demək deyil, mən uşaq pulu istəmirəm. Hamınızdan daha çox istəyirəm. Sumqayıtdan hər gün Bakıya işə gələn birisi kimi hamınızdan daha çox istəyirəm. Amma bugün dövlət uşaq pulu vermirsə, o demək deyil ki, mən uşağıma elə deməliyəm ki, get nə tapırsan, tap ye də. Mən sənə baxmalı deyiləm ki, dövlətin borcudur. Bizim də borcumuz var dövlət qarşısında, dövlətin də borcu var bizim qarşımızda. Bu bir mənalı şəkildədir. Bəziləri deyir ki, necə olur ki, uşaq pulu verilmir, amma hərbi xidmətə aparılır. Yəni bu sualı da verirlər, amma mən düşünürəm ki, yəni biz yaşadığımız vətənin haqqını verməliyik də. Sovet dönəmində uşaq pulu alanlar da işləyirdilər. Yəni bu hamıya şamil deyil təbii ki. Günay Ağamalının da dedikləri düşünürəm ki, hamıya şamil deyildi. Sadəcə biz ümumiləşdirməyi sevirik deyə deyirik. O hamıya dedi, hamıya dedi. Ümumiləşdirməyi sevirik deyə indi bu baxımdan da əlimizə qılınc götürüb düşmüşük Günay Ağamalının üstünə.